Salam izləyicilər, bu videoda sizə Microsoft Word proqramında riyazi ifadələr üzrə, yəni riyazi qrafik və riyazi düsturlar üzrə praktik çalışmanın izahını verəcəyəm. İlk öncə baxırıq ki, səhifənin forması albom formasıdır, yəni rəsm vərəqi formasıdır. Standart halda Word proqramında səhifələr portret forması da olur. Bunu dəyişmək üçün layout, yəni maket adlı lent tabında orientation, yəni orientasiya əmrinə daxil olur və buradan landscape albom seçimini edirik. Bundan sonra səhifənin düzəni dəyişir. Bundan sonra görürük ki, səhifənin kənarlarına çərçivə verilib. Bunun üçün isə design, yəni konstruktor lent tabına daxil olur və burada page borders, granit straniцы əmrinə daxil oluruq. Və burada səhifənin kənarlarına çərçivə vermək üçün müxtəlif seçimlər var. Lakin bizə konkret şəkil formasında çərçivə vermək lazımdır. Ona görə art bölməsinə daxil olur və burada müvafiq mouse'un dirəcəyini aşağı etməklə şəkil tapırıq və seçirik və mouse'un sol düyməsini OK əmri üzərində vururuq və nəticədə tətbiq olundu. Və daha sonra səhifənin arxa fonuna solğun su nişanı, yəni solğun yazı effekti verilib, riyazi ifadələr. Bunun üçün də yenə dizayn, yəni konstruktor lent tabında watermark, rus dilində səhv edilməmişsə patloşkadır əmrin adı. Bu əmrə daxil olur. Burada custom watermark əmrinə daxil olur. Açılan pəncərədə text watermark seçimini aktiv edirik və text hissəsindən ifadəni yazırıq, riyazi ifadələr. Daha sonra bunun rəngini color hissəsindən dəyişdiririk, mavi rəng qoyuruq və OK düyməsini sıxsaq görürsünüz, standart halda bu diagonal formada düşür. Lakin biz bunu üfüqi, yəni horizontal formada etmək üçün horizontal əmrini seçib OK düyməsini sıxırıq və bundan sonra burada yerləşən deməli qrafik və düsturları yerinə yetirməyə çalışaq. İlk növbədə başlayaq bu qrafiki çəkməyə. Bunun üçün insert staka lent tabında illustrations, illustrasiya lent qrupunda shapes, yəni fiqur adlı əmr var. Daxil oluram və burada line alətini seçirəm. Mouse'un sol düyməsi ilə başlayıram çəkməyə. Əgər shift düyməsi də icra eləsəz, xətti düz formada çəkəcəkdir. Bundan sonra xətti bir qədər də aşağıya endirim, çox yuxarıdan oldu. Və daha sonra fiqur çəkdikdə, yəni bu xətt fiqurunu çəkdikdə format adlı alət basır və burada məsələn onun stilini də seçək və bundan sonra digər xəttləri də çəkək. Insert tabına yəni daxil oluruq, bəlkə fiqur, yəni shapes əmrinə daxil oluruq və buradan digər line'ları da seçərək, hətta burada miqyası da böyüdərək daha dəqiq də çəkə bilərsiniz. Videonun vaxtı uzanmasın deyə bunları bir qədər sürətli çəkəcəm, amma siz daha səliqəli, daha dəqiq işləyərsiniz. Yenə bunun stilini deməli dəyişdirirəm buradan. Daha sonra yenə bu format adlı alət tabında shapes adlı əmr də var, yəni iki yerdə yerləşir. Həm insert tabında, həm format alət tabında yenə line əmrini seçirəm və burada da təxmini olaraq çəkirəm. Yenə onun stilini müvafiq olaraq dəyişdirirəm shapes styles lent qrupunda. Daha sonra bu, belə deyək, bucaqları çəkmək lazımdır. Yenə shapes fiqura adlı əmrin daxilində belə bir alət var, arc aləti. Arc alətini seçərək, yəni üzərində mouse'un sol düyməsini seçərək, bir kənarda mouse'un sol düyməsini basıb saxlayıb sürüşdürərək müəyyən maillik verək. Tutaq ki, belə bir maillik verdik. Bundan sonra bunu götürüb bu hissəyə yerləşdirək. Hətta yaxınlaşdıraraq yenildirəm. Daha dəqiq nəticələr almaq istəyirsinizsə, yəni aşağıdan miqyası artırıb edə bilərsiniz. Bunu da məsələn stilini dəyişək, bu formaya salaq və bunu da özünü kopyalayaq. Hal-hazırda seçili vəziyyətdədir. Kopya əmrini sıxaq və paste əmrində icra edək. Deməli, bundan sonra bunu götürüb, baxın, normalda ağ ox, bir də qara ox burada çıxır. Ağ oxla
bu ölçüsünü böyüdü balacalaşdıra bilərik. Lakin qara oxla eləyəndə yeri dəyişmiş oluruq bunun. Yəni qara üstəgəl formatında olan oxla bunun yerini dəyişdirməyə çalışırıq. Hətta burada sarı xətti üzərində mahsus olmayan basıb saxlayaraq, yəni onu tamamlaya da bilərik. Ya da bir qədər də yaxınlaşdıraq. Vaxt getməsin deyə çox xırdaçılığa getmək istəmirəm. Yəni ümumən yolu göstərmək istəyirəm. Siz özünüz daha dəqiq formada bunları işləyə bilərsiniz. Və bunu da kopyalayıram. Hələlik yuxarıya doğru qoyuram bunu və belə deyək, gəlin bir dənə də xətt çəkək burada. Insert tabı, vставka lent tabı və shapes, yəni fiqur əmri line alətini seçirik və buradan da təxmini olaraq bu formu buradan çəkirik belə. Yenə stilini digərləri kimi edirik və bunu da buraya getiririk və burada fırlatmaq üçün nəzərdə tutulmuş bir hissə var. Mahsus ol düyməsini basıb saxlayaraq bunu fırladırıq. Daha sonra aşağıya doğru yerləşdiririk. Belə alındı. Daha sonra yası bir qədər kiçildək. Bundan sonra gördüyünüz bu mətnlər var. Bunları da yazmaq üçün əsl qasa yollar müxtəlifdir. Daha rahat olsun deyə insert lent tabında text adlı lent bodunda textbox adlı əmri var. Rus dilində bəzən matbis, bəzən text və poly kimi müxtəlif versiyalarda əks olunur burada. Draw textbox əmrinə daxil oluruq və burada mətn qutusu çəkirik. E hərfi yazdıq və bunu da seçək. Times New Roman 12 yaxşıdır. Qalın eləyək, bunu tənut eləyək. Və bundan sonra görürsünüz, təsdiqləyəndə bunun çərçivələri görsənir burada. Bu çərçivələri silmək istəyirəm. Bunun üçün içərisinə daxil oluram. Burada formada da alət basılır və burada shape outline, yəni konturun fiqur adlı əmr var. Buraya daxil olub no outline əmrini seçirəm ki, çərçivələr görsənməsin. Və bunu da bu hissəyə doğru yerləşdirək. Daha sonra kontrol düyməsini basıb saxlayıb sürüşdürə də bilərik belə, kopyasını çıxara da bilərik ya da standart qaydada məsələn bunu seçib kopyanını sıxıb daha sonra paste əmrini də sıxa bilərsiniz. Bu formada da etmək olar. Bunları bir-bir yazmağa çalışaq. Birini də buraya yerləşdirək. A hərfi yazaq, daha sonra birini də götürək. Bu hissəyə qoyaq. D hərfi yazaq. Bir qədər uzaqlaşdıraq. Buradan bir qədər kiçildək, xətt itməsin. Bu formada daha sonra yenə deməli seçirik, yəni qara ox ilə mahsus oldu məsələn bu kənarlarına vururuq, yəni qara ox görsənir. Kopyasını sıxırıq, paste əmrini sıxırıq və daha sonra birini də buraya yerləşdiririk, yazırıq burada 6x belə bir ifadə yazır, görürsünüz bunun üstünə düşür. Bir qədər bunları kiçildirik ki, xəttdən müayinəyə törətməsin. Bir qədər də bunu yuxarıya çəkək. Bu formada yenə bunu da götürək buradan. Yazaq bura. Gəlin biraz buranı uzadaq. 168 dərəcə işarəsini icra eləməyin əslində qalsa iki yolu var. Insert lent tabında symbols lent qrupunda həm equation əmri ilə, həm də symbols əmri ilə etmək olar. Equation əmri ilə etsək daha tez bunu tapa bilərik. Bunu icra etdikdə design adlı alət basılır. Burada deməli bucaq işarəsi var. Bunu götürürük. Belə. Bu hissəyə doğru yerləşdiririk. Bundan sonra deməli bu hissəni də seçək, kopyalayaq və birini də bu hissəyə doğru gətirək və burada mənə nə lazımdır? Bu delta işarəsi lazımdır. Yenə bunu həm symbolsda equation əmri ilə etmək olar, symbol əmri ilə etmək olar. Yenə equation ilə daha bunu tez
taparıq. Yenə dizayn alət tabında gəlirik buradan üçbucağı, yəni delta işarəsini seçirik. Daha sonra boşluğa vururuq və bu hissədən MA bu yazırıq və bunu bir qədər uzatdaq ki, görsənsin. Anın birini silək və boşluq bərabər boşluq sual yazıram və biraz da uzadaq bunu. Aha. Yaxşıdır. Belə bunlar bitdi, bir şey qalmadı. İndi isə keçək digər hissələri çəkməyə. İndi təbii ki, mən bunu təxmini çəkdim. Görürsünüz, bu hissə burada azdır, məndə çoxdur. Yəni, o xırdalığa nəzərə almadım. Ümumən qaydanı göstərdim. Çünki hər xırdalığa nəzərə alsam, videonun müddəti uzanacaq. Yəni, siz daha diqqətli, daha dəqiq çəkməyə çalışın. Deməli, bu hissəni də hazırlamaq üçün, yəni bu cür riyazi düstur yazmaq üçün insert lent tabında, vставка lent tabında deməli symbols lent qrupunda equation adlı əmr var. Equation əmrinə daxil oluruq. Design adlı alət tabı açılır. Gəlin bunu, bu hissəni götürək, bu hissəyə qoyaq. Baxın, fikir verirsiniz, bu hissədə açıldı bu. Gəlin bunu silək, baxın, bunu necə edə bilərik? Burada mouse'un sol düyməsini 2 dəfə vuraram. Fikir verirsiniz, misal üçün 2 dəfə vurdum, kursor bura düşdü. Klaviaturadan tab düyməsini sıxım. İstədiyim hissəyə doğru qoymaq istəyirəm. Məsələn, burada Z-nın üstündədir bu, ona görə təxminən buraya gətirirəm. Burada insert lent tabı və equation əmrinə daxil oluram. Və burada deməli structures adlı lent qrupu var. Ola bilər sizdə bu tam ekran olanda, yəni bu rahat görsənəcək burada structures lent qrupu və buradakı əmrlər. Təbii ki, ekran kiçik olanda, yəni görsənmir, yəni lent qrupunun üzərinə vuranda açılır belə. Deməli, bizə nə lazımdır? Kök altı işarəsi. Deməli, daxil oluruq radikal əmrinə və burada görürük ki, 4-cü dərəcədəndir. Ona görə bizə lazımdır bunu seçmək. Çünki bu 2-ci dərəcədəndir, bu 3-cü dərəcədəndir. Bu, yəni dərəcə yazılmayan formadır. Bu isə boş buraxıb, yəni biz özümüz dərəcəni daxil edəcəyik. Seçirəm bunu. Gəlin bir qədər də yaxınlaşdıraq, aydın görəsiz bunları. Və burada yazıram 4 və klaviaturadan sağ oxu basıram. Yəni söhbət nədən gedir? Bayaq qeyd edim ki, o xətt çəkəndə shiftlə çəkildi. Bu kontrolun üstündəki olan düymədir. Sağ ox deyəndə, yəni sağ idarə etmə ox düymələri var. Və bu düymə ilə işləyirəm. Ümumiyyətlə, belə deyək, bu hissəni yadda saxlayın. Sol, aşağı, yuxarı, sağ, yəni bunlar lazım olacaq. Deməli, burada təbii ki, mouse'un göstəricisi bura qoyaraq etmək olar. 8 yazıram, boşluğu basıram. Daha sonra burada vurma işarəsi üçün deməli bunu icra edirəm. Boşluq və bir dənə də kök altı yazmaq istəyirəm. Bax, bu hissədə diqqətli olun. Bu hissədə diqqətli olun. Əgər, baxın, mən bunun içindəyim, yəni bu kök altının içindəyim. Əgər kənara vursam və equation'a vursam və kök altı işarəsini seçsəm, bu ondan ayrı olacaq. Amma Allah ki, istəmirəm ondan ayrı olsun, onun içində olsun. Bunun üçün bunu kənara vurmursunuz. Yəni səhvən vursanız yenidən bunun içinə daxil olmaq lazımdır. Çünki bunun içində etmək lazımdır ki, bu kök altı da özündən əvvəlkinin içində olsun. İndi hal-hazırda mən içəridəyəm. Structures lent qrupuna daxil olan və buradan radikaldan dərəcəsiz olan versiyanı seçirəm. Daha sonra bu hissəyə qoyuram. 1 deməli boşluq. Klaviaturadan çıx düyməsini də icra edə bilərəm. Eyni zamanda burada da var çıxma işarəsi və boşluq və buradan yenə kök altı götürürəm. Bu səfər 3-cü dərəcədən hazır burada var və kursoru qoyuram bura. Deməli, -27 yazıram və bundan sonra boş hissəyə vururam. Boşluğu basıram. Bərabər və sual işarələrini yazıram. Bu formada hazırdır. Belə. Digər düsturlarda yazacağıq. Bunun üçün, baxın, burada D hərfinin aşağısında yazılıb.
Gəlirəm D hərfinin aşağısında mouse'un sol düyməsini 2 dəfə vururam və klaviaturadan Y düyməsini basıram. Bunu dərhal etmək lazımdır, yoxsa əks halda itir bu. Daha sonra boşluq, bərabər boşluq və biraz da miqyasını böyüdək, daha aydın görək. Burada görürsünüz, həm kökaltı işarəsini görürsünüz, həm də kəsir. Təbii ki, ikisi bir yerdə olanda təbii ki, ən birinci kəsiri seçmək lazımdır. Daha sonra kəsirin məxrəcində kökaltını çəkmək lazımdır. Deməli, insert tabına daxil oluram. Burada Symbols Length qrupunda Equation əmrinə daxil oluram və Design adlı alət tab açılır və burada Structures adlı length qrupunda burada deməli Fraction, yəni kəsir əmrini üzərində gətirib, daha sonra açılan seçimlərdən elə birincini seçirəm. Daha sonra bu hissəyə qoyuram və bunun içində də yenidən Structures length qrupunda Radical əmrinə daxil oluram və burada görürəm 3-cü dərəcədən də, ona görə buradan da mən də 3-cü dərəcədən seçirəm və sol ox klaviaturadan, yəni baxın, sol ox düyməsini icra edirəm və mouse'un göstəricisi gəlir bunun daxilinə, hansı ki, bunun içində yazacağıq. Təbii ki, mouse'u qoyaraq da yazmaq olar. Yazıram bura sinus x boşluq, üstəyə gəl boşluq, tangens 30. Dərəcə işarəsini vermək üçün yenə həmin Design alət tabında Symbols Length qrupunda burada dərəcə vermək üçün dərəcə işarəsi var. Daha sonra sağ oxu basıram və gəlirəm aşağı. Aşağıda da A kvadrat üstə gəl 4AC var. Diqqətlə fikir verin, normalda Home tabında aşağı yuxarı indeks əmrini icra etmək üçün əmrlər var. Subscript və superscript. Yəni bu rejimdə bu əmrlər pasiv olur. Yəni bunlar normal mətinlər üçündür. Amma siz məsələn də equation əmri icra eləyəndə, yəni bu burada müvafiq, yəni belə deyək, pəncərə açılır. Kiçik pəncərə, yəni rezidü üsullarla işləmək üçün. Yəni bu cür hissədə, yəni bu əmrlər pasiv olur. Ona görə Design, yəni bu panel zaten açılan vəziyyətdə Design alət tabında Symbols Length qrupunda deməli, daha doğrusu Symbols yox, bizə deməli A kvadratı, yəni üslü ifadə lazımdır. Structures Length qrupunda Script əmrinə daxil oluruq və burada seçimlər çıxır, eləyən birinci seçim edirik. Daha sonra sol oxu basıram. Bunu etdikdən sonra sol oxu icra edirəm. Bir qədər donma oldu. A yazıram, sağ oxu basıram, 2 yazıram. Və bundan sonra əgər mən yazsam, plus 4AC görürsünüz, onun üstündə davam edəcək. Bunu nə etmək lazımdır? Baxın, bu cür vəziyyətdə olanda sağ oxu bir daha vurmaq lazımdır. Yəni söhbət bu, yəni sağ oxdan gedir. Vurandan sonra onunla eyni səviyyədə olmur. Üstə gəl 4AC yazırıq və boşluğa vururuq. Bir dənə də boşluq verir, probel verir. 0,86 cosinus x yazırıq və təbii ki, bunları da seçib buradan italik edirik və yeni də seçib register dəyişmə əmrindən lowercase edirik və hazırdır. Keçək digər hissəyə, yəni bunu yazmağa. Bunu hansı formada yazacağıq? İndi gəlin baxaq. Deməli bu hissədə, yəni R hərfinin, yəni aşağısında belə deyək, mouse'un sol düyməsini 2 dəfə vururam və tab düyməsini icra edeyim. Gəlin belə eləyək, biraz ölçünü 100 eləyək, aydın görək. Aha, burada mouse'un sol düyməsini 2 dəfə vururam. Məsələn, təxmini bu hissədə və tab düyməsini vursanız, yəni yeri or olacaq, ya da iminlə R hərfinin aşağısında istəyirsinizsə, yəni adi boşluqlarla verə bilərsiniz. Və daha sonra insert tabına daxil oluram, yenə Symbols Length qrupu Equation əmri və buradan bizə, baxın, bu ox işarəli, deməli bu işarə 2 dənə yerdə yerləşir. Deməli, bu operator hissəsində də var. Həm də istəyirəm fərqlərini izah edeyim sizə. Baxın, burada da var, görürsünüz bunları. Məsələn, buradakini icra eləyəndə nə olur? Məsələn, biz buradakı ilə işləsək, fərqi nə olacaq? Tutaq ki, biz burada A yazdıq məsəl üçündə və burada boşluğa vurub bərabər yazsaq. Fikir verirsiniz, bu bərabər oxun düz yanında olur. Amma biz istəyirik ki, oxun aşağısında olsun bərabər. Ona görə bununla işləməyəcəyik. Yəni, ümumiyyətlə, məlumat üçün deyim ki, yəni 2 dənə yerdədir. Bir operator hissəsində var, sağa doğru olan ox. Hansı ki, dedi ki, bərabər onun düz yanında olur. Bizə demək ki, bu lazım deyil. Digəri isə, deməli, aksent olan hissədədir. Deməli, seçimlər açılsın burada.
və bundan sonra seçək. Məsələn, bunu seçsək, həmin problem olmayacaq. Məsələn, biz burada A yazsaq, təbii ki, burada da bərabər yazsaq, görürsünüz, həmin problem yaranmadı. Görürük ki, burada da aşağı indeks istifadə olunub. Yəni, dizayn alət tabına daxil olur, strukturs və buradan skripti seçirik. Aşağı indeksli bir formanı seçirik və bura A yazırıq, sağ oxu basırıq, C yazırıq. Daha sonra boşluğa vururuq, bərabər yazırıq. Daha sonra bizə kəsir yazmaq tələb olunur. Yəni, insert table, symbols, let group və equation əmri. Və bundan sonra yenə struktursa girəm, ilk növbədə fraction'ı seçib kəsir əlavə edirəm və sol oxu basıram 2 dəfə ki, yuxarıya doğru gəlsin. Sonra mənə lazımdır bu cəm işarəsi. Buradan deməli large operatora girirəm. Elə birincini seçirəm mən. Seçdikdən sonra sol oxu basıram. Sol oxu bastım. Daha sonra mənə delta işarəsi lazımdır. Delta işarəsini də buradan icra edirəm. Görürsünüz, bu nədir? Aşağı indekslidir. Struktursa daxil oluram. Burada script seçirəm. İkincini, daha doğrusu seçirəm. Seçməliyəm. Səhvən üçüncünü seçdim. Deməli, scriptə daxil oldum. İkincini seçdim. Sol oxu ya da ki, mouse'u gətirib boya da yaza da bilərsiniz. M yazıram, sağ oxu basıram, I yazıram. Daha sonra mən burada yazsam, onun aşağısında gedəcək. Ona görə nə edirəm? Bir dəfə də sağ oxu basıram ki, onunla eyni səviyyədə getsin. Və ilk növbədə bu oxu verirəm. Yenə aksiyentə daxil oluram. Bu oxu götürürəm və buraya qoyub, yenidən buraya girib script seçirəm. Yenə aşağı indeks seçirəm və A yazıram, aşağıya da I yazıram və sağ oxu bir daha basıram. Aşağı düşürəm, M yazıram bu hissədə və boş hissəyə vurduqda artıq tapşırığımız burada tamamlanır. Ümid edirəm ki, bu tapşırıqlar maraqlı oldu. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim videoda əsərdən faydalanmışsınlar. Hələlik sağ olun.